Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşları 3 il ərzində qanunsuz yollarla ölkəyə gətirilən və dövriyyədən çıxarılan narkotik vasitələri yandıraraq məhv ediblər. Məhv edilən narkotik vasitələr daha çox Azərbaycana, İrandan daxil olub. Bəlkə də yüzlərlə insanın həyatına son qoyacaq ya da digər yollarla məhv edəcəkdi. Lakin hüquq mühafizə orqanlarının ayıq sayıqlığı nəticəsində ölkəyə gətirmək istədikləri müxtəlif adda narkotiklər dövriyyədən çıxarıldı. Özləri isə cinayət məsuliyyətinə cəlb edildi. Müxtəlif növ və müxtəlif çəkidə narkotik vasitələr, hansı ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bir müddət ərzində ölkə ərazisində qaçaqmalçılıq yolu ilə həm ölkəmizə gətirilməsi, həm ki, ölkə ərazisində müsadə edilən narkotik vasitələr neçə dəqiqədən sonra bu narkotik vasitələrin də yandırılması təmin ediləcək. Bugün növbəti dəfə 2397 məhkəmə hökmü ilə barəsində məhv etmə qərarı qəbul edilən ümumi çəkisi 5 ton 194 kiloqramdan artıq olan müxtəlif adda narkotik vasitə yandırılaraq məhv edildi. Hazırda məhv etmə komissiyası tərəfindən bu əraziyə gətirilərək yandırılmasına qərar verən müxtəlif növ və müxtəlif çəkidə heroin, həşiş, marixuana, çətənə kolları və həblər, hansı ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 3 il ərzində ölkə ərazisində və nəzarət buraxılış məntəqələrində müsadirə edilən narkotik vasitələrdir. Hazırda onların yandırılması həyata keçirilir. Məlumat üçün onu da bildirək ki, yandırılan narkotik vasitələrin Qarabazarda ümumi dəyəri 164 milyondan bir qədər artıqdır. Bu ilin 4 ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2992 fakt əsasında 2 tondan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr müsadirə edilib. Məhv edilən narkotik vasitələrin 1 ton 442 kiloqramını heroin, 2 ton 947 kiloqramını marixuana, 280 kiloqramını tiryək, 26 kiloqramını həşir, 2 kiloqrama yaxın kokain, 396 kiloqramını psixotrop maddələr təşkil etmişdir. Əlavə məlumat üçün bildirmək istəyirəm ki, cari ilin 5 ay ərzində şəhər və rayon komissiyalarla birlikdə 3000-dən artıq məhkəmə hökmü üzrə 11 tondan artıq müxtəlif növ narkotik vasitələrin məhvi həyata keçirilmişdir. Bugün məhv edilən narkotik maddələrin 4 tonu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində aşkar olunub. Qeyd edək ki, son 3 il ərzində dövriyyədən çıxarılan və bugün məhv edilən müxtəlif narkotik vasitələr daha çox ölkəmizə İrandan qaçaqmalçılıq yolu ilə daxil olub. Rəşad Vəkiloğlu, Nadir Cəllov, Space xəbər.